Mən Esmira Qafarova, defektoloq loqoped, qüsursuz nitq mərkəzinin rəhbəri olaraq 18 illik iş təcrübəmdə qazandığım bütün yeni praktiki təcrübələr, yeni diaqnozlar və ən əsası hər xarakterdə valideynlər və hər xarakterdə insanlar və ən əsası hər diaqnozda bütün nevroloji psixiatrik problemlərdən yanaşı valideynlərin bizdən tələb etdiyi nə vaxt danışacaq sualları və nə vaxt uşağım düzələcək, nə vaxt bu diaqnozdan çıxacaq. Bu kimi nüanslar bizi də bir mütəxəssis olaraq narahat edir. Bunun üçün də biz ümumi qərar verdik ki, qüsursuz nitq mərkəzində bir yenilik edək. Qüsursuz media altında yeni bir layihəyə start veririk. Podkastlar çəkərək çox dəyərli işinin peşəkarı həkim dostlarımızı dəvət edərək onların illərdir təcrübələrində gördükləri diaqnozlar, müalicə metodları, valideynlərin mif düşüncələri, bunların hər biri haqqında müzakirə edib doğru düzgün yönləndirmədək və onlara çox doğru şəkildə dəstək olub onların sualları nədirsə onları cavablayaq. Və gələn suallardan ən çoxlarını bir siyahıya alaraq artıq çox dəyərli işinin peşəkarı, bugün mənim ilk efirimdə, ilk qonağım, həm dostum, həm illərin peşəkarı, yəni onun mənim belə deyək də sizə bu sahədə güvəndiyim nevroloq, nevropatoloq Sevinc Ərəbi ki, bu sahədə həm böyüklərlə, həm uşaqlarla, həm yeniyetmələrlə təcrübəsi olan bir dostumuz, mənim bacım Sevinc xanımı dəvət etmişik və ən çox verilən suallar ki, direktimizə, ətrafda qəbullarda valideynlər tərəfindən rast gəlinən problemlərdən biri deyək ki, bugün o mövzular üzərində danışacağıq. Sevinc xanım, xoş gəlmisiniz. Bugün bizim layihəmizdə, efirimizdə sizinlə birlikdə olmaq məni çox məmnun etdi. Niyə görə? Çünki bugün bizim ortam isti olacaq, səmimi bir ortam olacaq. Həm dostluq münasibətimiz var, həm də burada peşəkarlar üzərindən giriş olunacaq. Çünki valideynlərin narahat edən nüanslar var və hətta özlərinə doğru bildikləri nüanslar var ki, dərman verəcəm, danışacaq. Bizə elə bir dərman versinlər ki, mənim uşağım danışsın. Mən loqoped, psixoloq və ya mərkəzlər duyu bütünləmə və bunları qəbul etmirəm. Və ya gəlirlər 5 yaşı var uşaq sual verirəm, indiyə kimi defektoloq, loqoped, psixoloq və ya psixiatrda olmusunuz? Yox. Niyə? Mən aparmışdım nevroloqa, nevroloq dərman yazmışdı, mənə demişdi ki, mən bu dərmanla sənin uşağın diaqnozunu tam aradan qaldıracağam, sənin uşağın danışacaq, sənin uşağın kəkələmədən azad olacaq. Yəni bu kimi zaman itkisi baş verəcək nüanslar çoxdur. İşinin peşəkarı olan nevroloqlar mən bilirəm ki, hər zaman kompleks bir yanaşmaya üstünlük verirlər. Bizim də sizin kimi dəyərli, yəni dostlarımız var, əməkdaşlıq edirik. Amma mən valideynə bildirəndə ki, artıq 5 yaşı var, geç dedir. Mən nə edim? Həkimi dedi ki, dərman yazacağam. Bir dərman var ki, yazacağam onu. Sənin uşağın danışacaq. Bax, bu mövzu haqqında danışmağınızı istəyirəm ki, belə bir dərman varmı ki, siz onu yazırsınız, uşaq da bülbül kimi danışır. Değerli Esmira xanım, xoş gördük. Öncə dəvətinizə görə çox təşəkkür edirəm sizə və nəticələrinizlə hər zaman bizi heyrətləndirən bir komanda və başda Esmira xanım Qafarovanın Qüsursuz Nitq Mərkəzi burada olmaqda xoşbəxtəm. Esmira xanım, çox aktual və gözəl bir mövzu və gözəl bir sual. Bilirsiniz, sehirli dərman yoxdur. Bir zəhmətli iş var. Bir komanda formasında görülən iş var. Düzdür, xəstəliklər müxtəlifdir, nevroloji xəstəliklər müxtəlifdir. Biz burada saya bilərik, uşaqlarda baş verən hal-hazırda artıq bir təşviş yaradır. Hər birimizdə autik spektr pozuntuları, nitq ləngimələri, hiperaktivlik, aşırı hiperaktivlik, yəni artıq patoloji hiperaktivlikdən danışırıq. Yanaşı olaraq uşaqlarda zehni baxımdan geriləmələr, əqli baxımdan geriləmələr və nevroloji xəstəlikləri sayanda cerebral problemlər və təəssüf edərək deməliyəm ki, bu problemlər artmaqda davam edir və mən bunu demək istəyirəm ki, yəni bəzi valideynlərimizi bunun yaranma səbəbləri çox narahat edir. Burada bilirsiniz, ekoloji faktorlar, ananın hamiləlik vaxtı keçirdiyi stres faktorlar, qidalanma və yaxud hansısa bir ola bilsin ki, zamanında həkimə görülməmək, hamiləlik vaxtı patoloji toksikozlar və yuxu pozğunluğu və içilən lazımsız dərmanlar və digər problemlər ola bilər. Lakin artıq problem olub və bizim vəzifəmiz uşaqlarımıza erkən diaqnostika vermək, qoymaq və təbii ki, bunun fonunda düzgün müalicə aparmaqdır. Bəli, burada uşaq nevroloqları, uşaq psixiatrları və uşaq psixoterapevtləri ehtiyac olduğu halda loqopedik yanaşma çox mühümdür. Bilirsiniz, bir sıra problemlər var ki, məsələn, götürək bir məsələni. Götürək biz autik spektr pozuntusu ilə olan, çünki ən çox aktual olan götürək. Uşaq gəlir və təbii ki, hamımızın bəlli olan klinikası var autik spektr pozuntusunda. Bəli,
nevroloq və yaxud psixiatr tərəfindən müəyyən medikamentoz müalicə tərtib olunur. Amma hamımız bilirik ki, autik spektr pozuntusunda daha çox funksional pozğunluqlar baş verir. Bəli. Və kliniki olaraq baş beyin biz elektroensefalogramada çəkdiyimiz zaman burada orqanik patologiya deyil də baş beyin qabının funksional pozğunluğunu görürük. Yəni asosiallıq, cəmiyyətə irradiyasiya ola bilməmə faktorları, uşağın təbii ki bu fonda nitqləngiməsi və uşağın göz kontaktı olmaması və yaxud hansısa bir baş verən ətrafda hadisələr laqeydliyi, eyni təkrarlanan hərəkətlər. Baxın bir sual da mən verim. Bu elə bir dərman varmı? Uşağın bu sosial, funksional pozğunluqlarını aradan qaldıraq xeyr. Yəni bir nevroloq olaraq, bir mütəxəssis olaraq, illərin peşəkarı olaraq, bəli, beyin qabının funksional oyanıqlığını və yaxud beyin hüceyrələrinin aktivliyini artırmaq fonunda Bəli. və yaxud beyin qan dövranının daha aktiv olmağı və təbii ki, əgər qan dövranı aktivdirsə, burada oksigen olan tələbat da artacaqdır və təmin olunacaqdır və uşağın sinir sisteminin aşırı oyanıqlığını nisbətən sakitləşdirmək ki, bunun da bir səbəbi vardır ki, biz sonuçta bir psixopedaqoqla görüşdürəcəyik uşağı mütləq surətdə Bəli. və uşaq o seanslarda təbii ki, ən azından narahatlığı, tedirgənliyi, uşağın aqressiyası bir qədər sakitləşməlidir ki, uşaq həmin təlimlərə tabe olsun. Çox doğru. Tabe olsun. Məsələ bundan ibarətdir. Bizim vəzifəmiz bundan ibarətdir. Lakin autik spektr pozuntusu, ASP aradan qaldıracaq bir preparat Yoxdur. yoxdur. Yəni bu dünya üzrə, yəni beynəlxalq səviyyədə dünyanın hər tərəfində bu problemlərlə, yəni bir çox nevroloji problemlərlə münasibəni nəzərdə aldıq və çünki çox aktual və yaralı yerimizdə Bəli, ən çox azından. təəssüf edirəm. Lakin bununla yanaşı elə nitqləngimələri də götürək. Bəli, ola bilər. Burada genetik faktorlar var, burada həyat tərzi var, burada uşaqla evdə nə dərəcədə ünsiyyət var. Bəzi uşaqlar var ki, xüsusən birinci uşaqlarda biz nitqləngimələrine daha çox rast gəlir. Çünki bəzən görürsünüz ki, anadır, cavandır, uşaqla çox ünsiyyət qura bilmir və yaxud uşaq daim evdə, asosial, cəmiyyətdən uzaq. Bəli, fizioloji ləngimələr baş verə bilər. Lakin burada mən Esmira xanım da mənə razılaşar. Təkrar üstünə vururam. Kimisə xoşu gələ bilər, kimisə xoşu gəlməyə bilər. Lakin texniki vasitələr gözəldir. Ancaq əzizlərim, mənim dəyərlilərim bu telefonlardan, smartfonlardan, nə bilim planşetlərdən, texniki vasitələrdən bacardıqca uşağınızı uzaq tutun. Anlamasa belə sizi danışın. Uşağınızla bir insan, bir şəxsiyyət kimi söhbət edin. Qoyun sizi başa düşməsin. Ancaq inanın ki, və müəyyən zaman sonra görəcəksiniz artıq uşağınız danışır. Mən burada fizioloji problemlərdən danışdım. Problem də deməyək, buna fizioloji haldan. Amma patoloji halda nitqləngiməsi artıq burada bir cür motor, sensor problemlər yaranıb. Mütləq surətdə psixoloji yardım, psixoloqun, logopedin və orada o bütünləmə və yaxud digər problemlər, bu ki, sahədə olan problemləri aradan qaldırmaq olan mütəxəssislər ki var, onlar mütləq surətdə konsultasiyası və müalicəsi mütləqdir. Siz, mən bir nevroloq olaraq deyirəm, siz mənlə ayda bir dəfə görüşürsünüz. Onunla hər gün görüşməlisiniz. Bəli, çox gözəl vurğuladı Sevinç xanım. Yəni dilinizə, ağzınıza sağlıq belə. Mən bir nüansı da xatırlatmaq istəyirəm ki, az öncə elektron belə deyək də uşaqlarda bağlılıq, asılılıq, digital həyat uşaqların pedaqoji tərəfdən baxımsızlığı və valideynlərin bəhanələri heç bitmir. Adi qəbullarda valideynə deyirik ki, telefon, televizor, planşet, yəni sosial həyatına qayıtmasını istəyirsinizsə, bu cür elektron vəsaitlərdən, belə deyək də sizə onlayn oyunlardan, bunlardan uzaq tutmağınız lazımdır. Adi kəkələmədə belə uşaq hər hansı bir aqressiv oyunlar oynayacaqsa, gəlib məndən davranış, həyəcan, təşviş və qorxu korreksiyasını tələb edə bilməzsən. Amma çox təəssüflə valideyn gəlib psixoloqa gələrkən bunu biz sehirli bir çubuğumuz olmalıdır əlimizdə ki, bunu yəni uşağını bizə gətirib verdirsə, biz o sehirli çubuğu bir dənə belə toxunduraq, uşaq başlasın düzəlməyə. Elə bir məktəb, elə bir belə deyək terapiya, elə bir belə deyək də sizə hal əlimizdə yoxdur ki, biz bunu edə bilək yəni. Necə ki, yemək bişirmək üçün, gəlin reallıqdan danışaq da, mən bugün səmimi söhbət etmək istəyirəm. Elmi, teorik cümlələrdən istifadə etmək istəmirəm yəni. Çünki bizi dinləyən valideyndir. Bütün valideynlər də eyni səviyyədə, eyni IQ-da
Eyni belə deyək də sizə İxtisasda. ixtisasda deyillər. Yəni onlar mütəxəssis deyillər, onlar valideyndirlər. Adı üstündə valideyn. Hər valideyn nə defektologdur, nə loqopeddir, yəni nə də mütəxəssisdir. Sahəsi tamam başqa bir olan belə deyək də sizə insan var ki, çox təəssüflüklə onun övladı bu gün ən aktual diaqnozlardan birinin belə deyək də sizə həyatında onunla mücadilə edir, mübarizə aparır. Amma mən bunu hər zaman deyirəm. Savadlı, bilgili valideyn mütəxəssislərdən daha çox bilir. Niyə görə? Biz mütəxəssis olaraq araşdırırıq, amma o isə övladının sağalması, yaxşı olması üçün araşdırır. O daha çox şeyləri belə deyək də sizə axtarır, yenilikləri, onu da istifadə edir, bunu da istifadə edir. Qaçırtdıqları bir nüans var. Hər kəsin bir cavabı var ki, mən istəyirəm ki, uşağım tez danışsın. Tez danışsın. Nitq üzərindədir. Sol beyin yarımkürəsinin tam şəkildə neyronları, impulsları aktivləşdirməlidir. Broka və Wernicke mərkəzi öz fəaliyyət mexanizmini tam şəkildə bərpa etməlidir ki, alıcı nitq və verici nitq, yəni bunlar öz fəaliyyətini ardıcıllıqla yerinə yetirə bilsin ki, nitq açılsın. Uşaq difarı yalayır. Düşünün, qəbulda. Uşaq yerdə sərilib, yerdə nə varsa hamısını ağzına alır, yalayır, dişləyir, paltarını sorur, dayanmır, əl stereotipləri edir və ümumiyyət otağı dağıdır və heç nəyin fərqində deyil. Mən valideynə ilk olaraq bu davranışları görməsini istəyirəm. Amma çox təəssüflə valideynlər, çox hamısı deyil də təbii ki, %50% nə vaxt danışacaq. Mən bunu loqopeda istəyirəm gətirim. Çünki bununla yanaşı Sevinç xanım çox məyusluq hissi ilə. Bir tərəfə loqopeda özü də çox üzr istəyirəm. Mən məcbur oldum. Burada bir söz də deyiblər hətta mənə şuluqdur. Uşağım şuluqdur. Ərköyündür. Biz onu çox ərköyün böyütmüşük. Bəli. Yəni orada biraz mən fikrə dalıram və bir qədər həqiqətən bilmirəm, mən özüm bilmirəm nə formada. Çatdırım. Yəni çatdırım ki, yəni Valideynə deyirəm ki, uşağınızda yemək seçiciliyi var. Diaqnostikada duyğu sensor tərəflərini çalışırıq. Autizm spektr olan uşaqlarda da ola bilər duyğu sensor problemləri. Amma yəni hətta normal uşaqlarda belə duyğu sensor problemləri var da. Yəni bu o demək deyil ki, bu uşağa biz autizm kimi baxa bilərik. Xeyr. Yəni bu gün hər 100 autizm spektr pozuntusu uşaqların hamısında sensor problemlərdə problem var. Amma hər sensor problemi olan uşaq autizm deyil. bəli, Yəni hər reaksiya verməyən uşaq da autizm deyil. Hər adına gözü reaksiya baxmayan verməyən da uşaq da autizm deyil. Həm göz kontaktı zəif olan uşaq da autizm deyil. Yəni autizm spektr pozuntusunu qoymaq üçün bir otağa girib, uşaq ortada fırlanıb, nə bir nevroloq, nə psixiatr, nə loqoped, nə defektoloq, yəni nə də psixoloq 5-10 dəqiqə ərzində tam şəkildə bir şey qoya bilməz. Burada kompleks bir müayinə, diferensial bir müayinə zaman alacaq bir zamanla bunu təyin edə bilər. Adi mən belə qəbul edərkən müşahidə etdiyim zaman amma mütləq onu artıq yönləndirmə edirəm ki, bu mənim ixtiyarımda olan bir hissə deyil ki, mən uşağa diaqnoz qoyum. Mən bəli bu uşaqda spektr yüksək fonda hiss edirəm, əlamətləri var uşağın, amma zəhmət olmasa nevroloqda, psixiatrda kimə istəyirsiniz aparın, bu uşağa diaqnozunu qoysun ki, biz ona görə dəyərləndirmə edək. Və müayinə zamanı sual verəndə ki, sizin uşağınızda yemək seçiciliyi var. Valideyn mənə, yəni son dövrdə bir belə bir qəribə bir reaksiya ilə bir valideyn cavab verdi ki, bütün uşaqlar yemək seçir də. Deyirəm ki, xanım, siz bütün uşaqların yerinə və bütün valideynlərin yerinə cavab verməyin, zəhmət olmasa öz uşağınızın suallarına cavab verin. Bugün xeyr, mənim uşağım yemək seçmir, mənim uşağım hər şey yeyir. Amma mənim sizin uşağınızda olan müsbət mənim uşağımda mənfi ola bilər, mənim mənfi olan sizdə müsbət ola bilər. Yəni hamıya, cəmiyyətə aid danışmaq olmaz. Bəli, bu gün çox təəssüflə mən də sosial şəbəkələrdə baxıram, mən də sosial şəbəkələrdə izləyirəm. Yerindən duran mütəxəssislər kolleci belə təzə qutarıb. Hələ diplomunu belə almayıb. Yəni kolleci təzə qutarıb, diplomu da yoxdur. Və universitetdə 2-ci kursda oxuyur, hələ bakalavırdadır. Oturub autizmlə video çəkir. Autizmlə mövzuya girir. Autizm haqqında danışmağa başlayıb. Niyə? Çünki ən aktual bir mövzudur hal-hazırda. Cəmiyyətdə çox yayılıb və çox təəssüflə. Valideynlər ümidsizdir, valideynlər çarəsizdir, valideynlər acdılar. Kimə müraciət edim, neyniyim, onun bəlkə onu aparım, ondan daha yaxşı nəticə alaram, bunu aparım, bundan nəticə. Mən valideyni qınamıram, çünki valideyn haqlıdır. Hər mövzuda valideyn haqlıdır. Mən həmişə öz mərkəzimdəki mütəxəssislərə demişəm. Valideynlər hər mövzuda haqlıdır. Hansı bir mövzuda haqsızdır? Övladının belə deyək sizə, problemlərini qəbul etməyən valideynlər var. Onlar haqsızdılar. Mən onları qəbul etmirəm. Mən də o valideynləri qəbul etmirəm ki, uşağıma ad qoyulmasın, diaqnoz qoyulmasın. Amma mən yetər ki, mənə bu diaqnoz haqqında məlumat verilməsin, eşitmək istəmirəm. Amma
gəzir mərkəzləri. Bilirsiniz, burada bir mən də üzr Amma istəyirəm. qəbul edən valideynlər Amma var ha. qəbul etməyən valideynlər üzrə də psixoloji problemlər var. Bax, o mövzundan sizə ikinci sualım olacaq. Yəni qəbul etməyən valideynlərlə qəbul Problem edən elə diaqnozu oradan valideynlər, bəli, çox təəssüflə qəbul edən valideynlərin uşaqları daha tez korreksiya olunur, cəmiyyətə daha tez adaptasiya olunur, inteqrasiya olunur və onların hətta yüksək dərəcədə, yəni məktəblərdə də bu gün uğurlu nəticələr əldə edən valideynlər də onların xüsusi yetənəklərini də valideynlər çıxardır ortaya. Övladını gizlədib qonşu görməsin, qohum görməsin, nə bilim, yaxının podruqam Bəli, bilməsin. bəli. Yəni mənə bir yaxınım var, deyir ki, rəfiqəmin uşağında problem görürəm. Öz uşağımı gətirəcəm. Ona deyəcəm ki, gəl bərabər aparaq bir baxsın. Amma İsmail xanım, mən onda autizm spektr görürəm. Ödənişini də mən edəcəm. Nə olar? Ona bir yavaş-yavaş başa salaq. Görün, yəni ana öz uşağını qəbul etmir problemini, amma rəfiqəsi canı yanır, o uşağa kömək eləmək istəyir. Yəni bu cür valideynlər uşaqlar təbii ki, uğur qazanmayacaq. Hansı valideyn uşağa uğur qazanacaq? Övladının yoluna bir yol qatmaq istəyən. Çarə tapmaq istəyən, həqiqətləri qəbul görmək edən. istəyən ən azından. Bəli. Bilməyə bilər, Esmira xanım, bu normaldır. Örgən. Yenə qayıdıram o məsələyə ki, hər kəsin bir ixtisası var. Bütün valideynlər araşdırıcı olmur. Bəli. Bütün valideynlər açıb internetə tökmür. Bəli. Və bütün valideynlərin hissləri, hissiyatı o qədər olmur. Bəli. Analıq instinktləri bəzən olur ki. Necə analıq belə. Analıq, doğmalıq belə şeydir ki, bəzən sən başqasında gördüyünü öz evladında görməyə bilərsən. Görmək istəmirsən. Bu normal bir şeydir. Ancaq artıq mütəxəssislər bunu sizə sübut etdikdə və bu diaqnoz qoyulduqda və bu yöndə hansısa bir həyəcan təbii çaldıqda bunu qəbul etmək məcburiyyətindəyik. Bəli. Və bunun üçün də biz birinci növbədə valideynləri doğru düzgün şəkildə maarifləndirmək üçün şərait yaratmalıyıq. Onların maariflənməsi üçün mütləq şəkildə maarifləndirici çıxışlar etməliyik. Onlara bu kollecin tələbələri, universitetin tələbələri, hələ ki bu sahədə heç özləri bir təhsil alıb bitirməmişlər, bir mövzunu götürürlər, hazır məqaləni danışırlar, valideynlərə maarifləndirici bir danışıq kimi də ego ilə bir çıxış edirlər. Valideynlər də burada nə qalırlar? Xaos şəklində, beyinləri xaos qalır. Kimə inansınlar, kimə güvənsinlər və haqlıdırlar. İncidən bir məsələ var. Bir mütəxəssis kimi sizin sahənizdə o məni çox incidir son zamanlar. Mənim yanıma gələn pasientlərdə belə bir mən görürəm nitq ləngiməsi var. Bir araşdırmalardan sonra görürəm ki, uşağın sinir sistemi bərbad gündədir. Uşağın davranış pozuntuları var. Uşaq asosial və digər burada hamısını saymağa ehtiyac yoxdur. Və uşaq valideyndir ki, biz loqopedə gedirik, doktor. Biz loqopedə gedirik. Baxın belə, deyirəm, loqopedə niyə gedirsiniz siz? Axı, danışmır. Mən valideyn də qınamıram. Və sual verirəm. Başıma qədər. Həmən loqoped sizə deyibmi ki, öncə bir psixoloji bir konsultasiyadan keçmək lazımdır? Yox. Psixoterapevtin konsultasiyası mütləqdir. Burada nitqin ləngimisinin səbəbi nitq qüsuru deyil də. Bəli. Bu nitq ləngiməsinə səbəb olan orada faktorlar qalır. Bəli, çox təəssüf. Uşaq illərlə gedir loqopedə, indi belə deyək də. Bu uşaq loqopedə gedib və maddi vəsait ödəyir. Maddi vəsaitlə bərabər bu cəmaatın canı çıxır. Bu insanlar yorulurlar və uşaq da yorulur. Ana ata da artıq bezirlər. Həqiqətən mənim yanımda gəlib, biz bezmişik artıq. Biz loqopedə gedirik, ancaq heç bir əlləyiş yoxdur. Mən də deyəndə ki, ay sizə qurban olum. Siz loqopedə gedirsiniz, anladım, başa düşdüm. Bəs bu məsələ ki var, bu uşaq nə vəziyyətdədir, bu klinika var. Bu klinikanın qarşısını almaq üçün siz bir psixoloqa müraciət etmisinizmi? Bizə deyir, heç kəs deməyib. Baxın, Sevinç xanım, çox gözəl vurğuladınız. Bu sizin praktiki təcrübəvizdir, düzdürmü? Yaşadığımı bir nevroloq deyirəm. kimi gündəlik gördüyünüz Yaşadığımı saysız deyirəm. pasientlərdən aldığınız feedbacklərdir. Mən heç unutmaram, mən sizə bir müraciət eləmişdim bir pasiyentimlə əlaqədar. Artıq 14-15 yaş, bunu deməliyəm, istəyirəm hamı da bunu bilsin. 14-15 yaşında bir qızımız idi, yeniyetməlik dövründədir. Bu qız uşağında hərflərdə çox böyük Tələffüz pozuntuları. Yəni hərfləri yerində oturda bilmirdi. R hərfi, J hərfi, digər bir hərfləri heç deyə bilmirdi. Dislaliya. Və sonra mən unutdum tamam. Bir ay sonra valideyn özü mənə zəng vurdu. Dedi ki, vallahi da billahi da. 14 ildə bu uşaq R hərfi deyə bilmir. Bir ay qüsursuz nitq mərkəzinə getdi və artıq hərfləri çox dəqiq, düzgün tələffüz edir. Bəli, bu loqopedin sahəsidir və onun nailiyyətidir. Bəli. Ümumiyyətlə qüsursuz nitq mərkəzi. Amma baxın, mən sizə o pasiyentə etibar etdikdə, siz əgər orada hansısa bunu yaradacaq psixoloji səbəblər olsaydı, siz təbii ki, yönəltməni o cür eləyərdiniz. Bəli, biz demirik loqopedlərə ehtiyacımız yoxdur. Bəli. Onların da öz yeri var. Bəli. Onların da öz sahəsi var, öz forması var. Mən loqoped olsam belə, hər zaman valideynlərə də deyirəm ki, mən loqoped olsam deyə belə. Yox, siz özünüz Amma loqopedsiniz, mən ilk mərhələdə %80% qəbul etdiyim uşağı ilk loqopedə salmıram.
Hətta valideynlər mənimlə belə dava dalaşdılar ki, biz nitqin açılmasını istəyir. Lord ilə başa salıram ki, baxın, paltar yan maşına paltarı tökdüyünüz zaman su olmasa, baraban işləsə belə və ya işləyəsə belə nə əldə edəcəksiniz? O paltar yuyulacaqmı? Deyir, yox. Deyirəm ki, belə deyək də sizə, paraşoku, onu təmizləyici vəsaitlər, vasitələri olmasa, paltardakı kir gedəcəkmi? Deyir, yox. Deyirəm, Aysa, anlama qavraması olmasa, uşaq duymasa, hiss etməsə, uşaq başa düşməsə, kontakt qurmasa, fonoloji qavraması olmasa, o uşaq necə danışacaq? Danışmayan uşağı biz danışdırırıq, okey, öz yerindədir. Amma uşağın artıq anlaması, qavraması, təxəyyül yaşı yerində olmalıdır ki, biz verdiyimiz məlumatı artıq ala bilək. Uşaq bizi duysun, hiss eləsin. Məni bu incitmir. Bunun üçün də loqopedlərdən gələndə uşaq Bəli, hətta bəli. qəbullarda deyirəm ki, uşaq çox ciddi davranış pozuntusudur. Yerdə bax belə gəzir də uşaq. Evi mərkəzdə tuta bilmir uşaq. Qışqırır, aqressiya davranış, stereotiplər dayanmır uşaqda. Deyirəm, hansı dərslərə girmisiniz bizdən öncə getdiyi mərkəzdə? Loqoped, psixoloq, refleksoloq və ya duyu bütünləmə mütəxəssisi. Deyirəm, bu uşağı loqopedə salıblar. Deyir, hə, 8 ayda loqopedə gedirik. Deyirəm, neçə dəfə həftədə üstə hər gün. Deyirəm, bəs loqoped neynir bunu? Deyir, hər dərs bu vəziyyətdir, ağlayır, dərsdə də oturmur. Və ya 3 yaşında bir uşaq, ağır bir durumdadır da, yəni belə deyək də sizə dayanmır, ağlayır, ağız suyu dəhşətdir, motor bacarıqları, yəni ümumiyyətlə çox zəifdir, çox geri qalıb uşağın 3 yaş olmasına baxmayaraq uşaq hələ iməkləmə dövründədir falan. Bu cür ağır bir dövrdə loqoped götürüb uşağa alma, qapı, nə bilim, kitab sözü öyrətməyə çalışıb. Uşağın dəftərinə baxıram, 3 yaşında psixomotor nitq inkişaf ləngiməsi diaqnozlu uşağa loqopedin verdiyi sözlər. Oğlan kitab oxuyur. Qız su içir. Uşaq yəni baxmır, reaksiya yoxdur uşaqda. Yox, uşaq heç bilir ki, ya qız nə üçün? Yox, uşaq heç masa arxasında otura bilmir. Yəni ümumiyyətlə o cümlənin mahiyyətindən dərk edir. Ümumiyyətlə suyu hələ mənimsəyə bilmir. Suyun nə olduğunu belə fərq edir. Və yaxud mən yəni bu sizin sahəniz olsa da belə bilirsiniz, biz hamımız birik. Yəni bir ailə deyə bilərəm. Çünki sonuçta bizim hər birimizin məqsədi bizim gələcəyimizi, yəni bizim gələcəyimiz olan bizim körpə fidanlarımızı sağlam böyüməsinə yardımcı olmağımızdır. Təbii göydə Allah, yerdə mütəxəssislər və nəyə görə mən bu sözü dedim, Esmira xanım? Bu uşaqda olan bu məsələ, bu problemi bilirsiniz necə? Mən incimirəm ondan ki, valideyn aparır tutaq ki, loqopedə deyir ki, uşağım danışmır. Bu normal bir reaksiya qəbul edirəm. Danışmır, loqoped o dəqiqə ağla gələn. Loqoped niyə bunu? Bax, o mütəxəssisdir. Loqoped niyə demir ki, bir psixoloji bir konsultasiya al görək nə var, nə yox? Tamam. Bunu çox doğru vurguladınız. Mən son olaraq bir mövzuya toxunmaq istəyirəm. Ən aktual problemlərdən biri kəkələmə. Övladım kəkələyir, kəkələməsi var. Nə edim? Hardan başlayım? Və mən ancaq istəyirəm loqoped məşğul olsun. Nə nevroloq, nə də psixoloq. Heç bir mənim övladımla məşğul olmasın. Mənim uşağım və ya mənim övladım və ya mən dəliyəm, psixoloqa gedim, dəliyəm, müalicə dərman alım. Nitqimdədir də problem. Mənim nitqimi korreksiya edin deyənlərə. Sevinç xanım, nə demək istəyirsiniz? Bizim ən yaralı yerimizdə o kəkələmələr. Körpə yaşlarda, yeni yetmələrdə çox artıb, amma böyüklərdə də rast gəlirik. Mütləq. Kəkələmələr bildiyiniz kimi, indi mən öz sahəmdən deyim, 3 növ olur. Çox qısa deyəcəm, neyrogen mənşəli inkişaf mərhələsi və psixogen mənşəli. Neyrogen mənşəli sinir, əzələ və beyin arasında siqnal anormallığından əlaqəli olur və bu çox zaman organik bir patologiya kimi meydana çıxır. Onda biz qorxuruq, çünki bir daha ağır formasıdır. Elektroensefalograma çəkilir, həmən kontaktlar yoxlanılır və ehtiyac olduğu halda nevroloqun ciddi müalicəsi başlayır. Bu beyin birinci tənzimlənməlidir. Ondan sonra digər məsələlər həll olmalıdır. İkinci inkişaf mərhələsi isə bunu siz də bilirsiniz ki, 2-6 yaş olan uşaqların daha çox olur. Səbəbsiz olmur təbii. Amma bu bəzən müalicəsiz belə öz-özünə keçir. Amma ən çox yayılan bu dəqiqə psixogen mənşəlidir ki, və kəkələyən uşaqlarından 10-dan 9-unda psixogen mənşəli kəkələmələrdir. Həqiqətən, əzizlərim, bu çoxdur və mən bu vaxta qədər kəkələmə ilə gələn uşaqlarım hər birində arxada böyük bir yanlışlıqlar, ailə daxili bəzi şey. Məsələn, mən baxıram valideynə. Valideyn çox mədəni, çox gözəl, əyləşiblər və mən biraz mühiti istədəndə, biraz valideynlərlə söhbətə gedəndə artıq görürəm, ata deyir ki, özü, mən çox əsəbi adamam.
ana deyir ki, dərslərini vaxtında oxumalıdır. Bu niyə axı 4 almalıdır məsələn də? Yəni burada aparırıq, orada aparırıq. Atası bilirsən neynər onu? Artıq elə atası neynər deyəndə uşağın əl-ayağı yığılır. Uşaq istəyir qəşəng danışmağa. Danışmaq istədikcə biraz da kəkələmə artır. Və mən onlara sual verirəm ki, siz görmüsünüzmü uşağınız tək otaqda öz-özünə danışır və heç bir kəkələmə halı yoxdur? Görmüşük. Siz görmüsünüzmü uşağınız mahnı oxuyanda kəkələyir? Kəkələmir. Uşağınız rahat olur. Uşağınız bütün şiddətdənmi və yaxud mən demirəm bütün ailələrdə bu eynəndir, yox. Mən bir misal gətirəndə eynən hamıya yox. Bir çox ailələrdə, yəni kəkələmələrin, psixoloji mənşəli kəkələmənin arxasında mütləq ailədə olan bir qarmaqallı mühit, aşırı mühafizəkarlıq hissi, uşaqda bir qayğı, stres, fobiya, narahatçılıq, nigarançılıq, hər hansı bir hadisənin baş verəcək. Biz elə bir ki, kəkələyən uşağa potensial bir nevroz xəstəsi yetişdiririk. Potensial bir nevroz xəstəsi. Gələcəyin nevroz anası, nevroz atası. Çünki sən bunu eləmə, gör sənə neynərəm üsulu ilə. Yəni uşaqlarda bilirsiniz bir boşalma, bir relax dediyimiz bir məfhum var. Yəni bu uşaqları demirəm. Mən heç kəsə deyə bilmərəm valideynlərə ki, uşaqları öz başına buraxın. Biz də anayıq. Bizim də evlatlarımız var. Allah bütün balaları saxlasın, hifz eləsin, qorusun. Bəli, məcburuq. Əlbəttə ki, Allah qorusun, sonra biz valideynlər yerdə məcburuq. Uşağı hər bir ana, yəni mən anadan söhbət edirəm, uşağına müəyyən kiçik, böyük bir mühafizəkarlığı olmalıdır. Öz başına buraxmaq da olmaz. Lakin əgər biz bunu doğru düzgün eləyə bilmiriksə və yaxud artıq biz uşağımızla bu cür ünsiyyətə girmişik və artıq uşağımızda kəkələmə baş veribsə, əzizlərim, mən həqiqətən bunu sırf ürəkdən deyirəm. Nevroloji baxış oldu, çox gözəl. Amma burada psixopedaqoqların konsultasiyası və onların müdaxiləsi mütləqdir, bir mənalı. Heç bir kəkələmə dərmanla keçmir. Eşitdiniz? Bunu mən deyirəm və bir mütəxəssis kimi, yəni kəkələmə, bəli, dərmanla keçəcək nədir? Uşağın sinir sistemi sakitləşə bilər. Valideyn deyə bilər ki, mənə, doktor, sizin müalicənizdən sonra uşaq elə sakitləşib ki, azalıb uşaq elə rahatlaşıb ki, yaxşı yatır, daha qıcığı yoxdur. Xüsusən yeniyetmələrdə bir aqressiya olur da. Gedib, sidik qaçırtma gedib. Onu mən enurezi demirəm. Bəzən görürsə bir neçə problem bir Kəkələmədə yerdə ən çox olur. rast gəldiyimiz problemlərdən biri Ay, enurez, sağ ol. sidik qaçırtma, tiklər, bu bədənsəl bütün olara bilər Bəli, ki, göz tiklərimiz tiki, ola bilər, ağız tiki, tiklərimiz. çiyin tiki. Sonra kəkələmənin ağırlıq dərəcəsi ilə olan problemlərə görə təbii ki, kəkələmənin bloklanmasının zamanlaması məsafəsi bunlar. Amma heç bir dərman müalicəsi yoxdur ki, kəkələməyə tam aradan qaldırsın və bunu bizim dəyərli nevropatoloqumuz Sevinç xanım da təsdiqlədi. Mən buna çox sevindim. Bilirsiniz, Esmira xanım, birdən bizi izləyən izləyicilərimiz elə bir sual altında qalar ki, bəs onda nevroloqun vəzifəsi nədən ibarətdir? Əzizlərim, mən qeyd elədim. Bütün nevroloji problemlərdə medikamentoz müalicə mütləqdir, vacibdir. Mən demək istədiyim əsas məni anlayan anladı. Bu kompleks bir ailə, kompleks tərəfdən olmalıdır. Nevroloq, psixoloq, duyub bütünləmə, refleksoloq, ehtiyac oldu logoped. Yəni onda işin keyfiyyəti və zamanınıza da Təsir göstərir və bir şey deyim. Bax, nevroloji dərmanlarda mən heç psixotroplardan, antidepressantlardan danışmıram. Sadəcə sedasiya. Yüngül sedasiv dərmanlarda uşağın sinir sistemini yumşaldıqca uşaq daha sakitləşir, daha rahat, təşvişi azalır. Amma kökdə qalan o kəkələmə müəyyən müddət gedə bilər. Ancaq əgər o uşaqda nə zamansa olubsa, onun qayıtmaq ehtimalı çox böyükdür. Ən böyük problem. O qayıda bilər. Mən görmüşəm də, deyir, oldu bir dəfə, nə vaxt qayıdır? O zaman ki, uşaq birdən-birə, məsələn, girdi imtahana, uşaq düşdü stresə, bir damcı uşaq narahatçılıq, təşviş keçirtdi, gəldi, qayıtdı. Və bunu korreksiya eləmək üçün, bunu tam aradan qaldırmaq üçün mən nevroloqum mütləq bir ixtisaslı və təcrübəli psixoloqa ehtiyacım var. Mütləq şəkildə və bu gün də biz ən aktual mövzulardan bir neçəsinə toxunduq. Dəyərli Sevinç xanım, sizə ayrıca təşəkkürümü bildirirəm. Mən təşəkkür edirəm. Çox sağ olun. Sizin bu bilgilərinizlə nəinki biz, mən düşünürəm ki, izləyicilərimiz də çox gözəl şəkildə maariflənəcək. Növbəti maarifləndirici, belə deyək, videolarımızda, podkastlarımızda mən ən aktual problemlərdən bir neçəsini qeyd etmişəm, onlara toxunacağıq. İnşallah. Mən də təşəkkür eləmək istəyirəm ona görə ki, Esmira xanım,
Nə gözəl ki, biz nevroloqların, biz mütəxəssislərin köməyinə də gəlirsiniz Borcumuz və həqiqətən də gözəl nəticələr almağımızda bizə dəstək olursunuz. Sizin sayənizdə mən istəyirəm ki, valideynlərə olan suallar var ha. Onların hamısının sualların cavabını tapsınlar ki, özləri öz həyatlarındakı düzgün ünvana gedib çata bilsinlər. Doğru. Sağ olun, sağlam olun. Sağ olun.